Salam, hər vaxtınız xeyir, hörmətli həmkarlar. Demək, siz öz səhifənizə, imtahan səhifənizə daxil olmaq üçün ilk öncə nə edirsiniz? İlk öncə hər hansısa bir brauzerdən, fərqi yoxdur, bu Edge-də ola bilər, bu Google-da ola bilər. Hər hansısa bir brauzerdən, yəni internetə keçid brauzerindən istifadə etməklə brauzerə daxil olursunuz. İnternetə daxil olduqdan sonra brauzer dedikdə internet nəzərdə tutulur. Bu hissədə Skills Box yazırsınız. S, K, I, L, L'lardan sonra 2 dənə L, sonra S mütləq yazırsınız. B, O, X. Çünki elə səhifə var ki, orada eyni adda var, S hərfi yoxdur bircə. O sizi yanlış istiqamətə çıxaracaq. Bax, ekranda gördüyünüz bu simgə ki var, yəni içi boş, kənarları tünd göy rəngdə, ortasında mavi rəngdə S işarəsi olan. Baxın, burada da yazı geniş, böyük ölçüdə görülür. Hansı şəkildə yazılır? Demək, axtarış bölümünə həmin eyni qaydada yazırsınız və daxil olursunuz həmin səhifəyə. Yəni, burada belə tünd göy olan, sonra ICD-nin əsas səhifəsi və s. bunlar lazım deyil bizə, yaxşımı? Bura daxil olursunuz. Məhz simgəyə, yəni bu işarəyə, bu znaçoka baxırsınız, bu znaçok görürsünüzsə, o zaman daxil olursunuz. Daxil olduqdan sonra indi mən buradan çıxış verim. Daxil olduqdan sonra qarşınızda belə bir lövhə açılacaq. Açılan lövhədə yuxarı hissədə öz student hesabınızı yazırsınız. 7 dənə rəqəmdir. Sonra @ student.edu.az. Yəni, burada heç bir, belə deyim də, ara məsafəsi buraxmırsınız. Aşağı hissədə isə command, demək, sizdə nə idi? Regemsal, belə idi də, səhv etmirəmsə. Regemsal 2026 idi. Bircə dəqiqə, bu başqa şəxsin, bizdə mövcud olan müəllimlərdən birinin hesabı ilə daxil olaq. Məsələn, İranə müəllimənin 10958 və burada da Regemsal, R böyük, qalanı balaca, Ə hərfindən istifadə eləmirik. Regemsal 2026 yazırıq. Daxil ol düyməsini vururuq. Və sağ yuxarı küncdə siz öz ad soyadınızı görəcəksiniz. Demək, daxil olduqda, əgər bu hissə sizdə gəlirsə, bu hissə çıxırsa, gördüyünüz kimi mən lifti aşağıya doğru gətirirəm. Bu qaydalardır. Qaydalar aşağıya doğru sürüşdürüb bitirdikdən sonra aşağıda əqri düyməsi göy rəngdə aktiv olacaq. Yuxarıda olanda isə yəni qeyri-aktiv vəziyyətdə olur, yəni təzə açanda siz səhifəni. Əgər bu əqrini keçməmisinizsə, qəbul etməmisinizsə şərtləri, əqri düyməsini vurursunuz. Qarşınızda açılan bu səhifədə biz sizin kredit balansınızı görürük. Burada görürsünüz, pullar üst-üstə işarə var və burada 1 yazılır. Biz artıq prosesə başlayanda bu 1 sıfırlanacaq, çünki artıq biz onun istifadəsinə başlayırıq bir kreditimizin. Sertifikatı da inşallah imtahandan sonra aldıqda, bax, bu hissədə olacaq. Sertifikat ən vədqis hissəsində, bu znaçok olan hissədə bunun üzərində vurub sertifikatınızı endirə bilərsiniz. Açılan bu səhifədə demək, enroll sözünü görəcəksiniz. Enroll düyməsinin üzərində vurursunuz. Təkrar bir də enroll düyməsinin üzərində vurursunuz. Sonra go to module, modula keçid et. Keçdik modula. Artıq bu səhifə açılacaq. Kimdə ki, biz o günü məktəbdə artıq bura qədər gəlib çıxmışıq, o zaman onlar açanda elə birbaşa bu səhifə açılacaqdır. Bu səhifə açılırsa, o zaman burada nə edirik? Burada demək 2 bölmə var. Learning resource var və bir də assignment var. Learning resource bizim demək imtahan materiallarımızdır. Hansı ki, burada unitlərlə qeyd olunubdur, ingilis dilindədir və burada viewbook olan hissədə e-book, yəni elektron kitab mövcuddur. Və bu elektron kitab elə bizim sizə qrupda atdığımız Azərbaycan dilinə tərcümə olunmuş demək versiyanı biz sizə göndərmişik. Kimə ingilis dilində rahatsa, buradan ingilis dilində də açıb kitaba baxa bilər.
bizə əsas lazım olan assignment hissəsidir. Assignment hissəsinə keçid edirik. Keçid etdikdən sonra kimdə ki belə kompüterin ekranı biraz aşağıdır, yəni məndə ay bu hissə görsənmədi, müəllimə isə izahda var idi müəllimədə, demək nə etmək lazımdır? Lifti aşağı yuxarı sürüşdürmək lazımdır ki, bu aşağıda qalmasın, görə bilək. Demək, bu hissədə diagnostik assignment hissəsində gördüyümüz kimi burada 3 dənə bizim sınağımız var. Bu hissədə isə baxın, sertifikat testidir, artıq bu real imtahan testidir ki, burada da 2 dənə cəhdimiz var. Hələ ki, bura dəymirik, bu hissəyə, start sertifikat testinə dəymirik. Biz yalnız diagnostiklə işləyəcəyik. Bir diagnostiki çoxlu üzərində işləyirik təsdiqləmədən ki, zamanımız çox olsun. Digər 2 dənəsindən qəti şəkildə mən deməmiş xahiş edirəm, dəymirsiniz. Çünki o zaman şanslarınız gedəcək, öyrənmə mövqeyiniz azalacaqdır. Bizim əlimizin altında onlar açıq qalsın ki, biz təkrar üzərindən işləyə bilək. Siz onları təsdiqləyə getsəniz, biz artıq onların üzərində işləyə bilməyəcəyik. Start diagnostik assignmentin üzərində vurursunuz və belə bir lövhə açılacaqdır. Burada continue düyməsi, sonra start düyməsini vurursunuz. Artıq sualları görürük. Burada artıq baxın, göy düymə birinci sualın üzərində olduğunu göstərir və bu tərəfə doğru görürsünüz suallar gedir. 174-cü suala qədər var. Sınaqlarda 74, əsas imtihanda isə 36 dənə səhv etmirəmsə sualdır. Yəni biraz geri qayıtdım. Deməli, burada nə edirik? Əgər siz hər hansısa bir sualı cavablandırdınızsa, baxın, burada ingilis dilindədir və həmçinin altında Azərbaycan dilində yazılıb həm variantlarda, həm də suallarda. Aşağıdakılardan hansı notebooku ən yaxşı şəkildə təsvir edir? İnteqrasiya edilmiş periferik cihazlarla portativ və çevik olmaq üçün nəzərdə tutulmuş kompüter, əsasən ümumdünya hörümçək toruna baxmaq üçün istifadə ediləcək kiçik əl cihazı. Əsasən sözünü harada görürsə biz buna dəymirik, toxunmuruq, seçmirik. Çünki bu artıq onsuz da əsasən deyirsə, yəni hər bir halda, hər bir şeyin digər bir variantı olma ehtimalı çox böyükdür. Ona görə əsasən məhz bunun üçündür deyə bir şey yoxdur. Məsələn, belə deyək də, çay qaşığının adı çay qaşığı olduğu üçün yalnız çay qarışdırmaq üçün deyil. Onunla biz mürəbbə də götürə bilərik. Gərəkirsə biz onunla əlimizin altında heç bir alət yoxdursa, nə bilim, qazan da qarışdıra bilərik. Nə bilim, onunla dondurma da yeyə bilərik. Yəni, yalnız çay qaşığıdır deyə belə bir şey yoxdur. Ona görə əsasən sözü varsa, demək artıq burada bu bizi yanlış aparacaqdır. Hesablama, internet və mobil telefon funksiyalarını birləşdirən cihaz. Bu da demək notebookun imkanlarını çox qısıtlayır. Yəni notebookun imkanı yalnız bundan ibarət, ancaq hesablayır, internet və mobil telefon funksiyalarını birləşdirir. Xeyr. O qədər funksiyası var ki, en sayda. Cərəyan mənbəyinə qoşulmuş bir yerdə qalmaq üçün nəzərdə tutulmuş kompüter, xeyr, notebook daşına biləndir, bir yerdə qalmaq üçün deyil. Ona görə bunu da atırıq gedir. Demək, burada əsasənə görə bunu atdıq. Burada imkanları qısıtladığına görə bu variantı atdıq. Növbətidə demək, cərəyan mənbəyinə qoşulmuş bir yerdə qalmaq üçün sözü artıq bizi bu sualı seçməməyə təhrik edir. Və bizdə burada deyək, doğru cavab A variantıdır. Mən A variantını seçdikdən sonra buradan answer üzərində vururam və artıq mən həmin sualı cavablandırdıqdan sonra baxın, həmin o bir, bu birisilər qədər dümmaq deyil və bir artıq boz rəngdədir, gördüyünüz kimi. Artıq ikinci suala keçib, çünki ikincinin işığı yanır, ikinci göy rəngdədir. Sonra ikinci sual deyək ki, cavablandıram. Aşağıdakılardan hansı çap olunmuş mətni rəqəmsal təsvirə çevirə bilər? Çap olunmuş mətni rəqəmsal təsvirə çevirə bilən siçanın funksiyalarını bilirsiniz. Sonra toxunma ekran, sensor ekranın funksiyalarını bilirsiniz. Səs ucaldanın funksiyalarını bilirsiniz. Demək, burada bizim üçün yeganə bu sualın cavabı, yəni Skyner'dir ki, Skyner çap olunmuş mətni rəqəmsal təsvirə çevirə bilir. Yəni, skan edirik və onu rəqəmsal. Misal üçün, bəzən bir kitab görürsünüz və yaxud da kimsə sizə deyir, kimliyinizin şəklini atın. Siz onu neyinirsiniz? Həmin o kimliyi skan edirsiniz, rəqəmsal təsvirə çevirirsiniz, JPG, fotoya və s. çevirib qarşı tərəfə göndərirsiniz. Demək, doğru variant Skyner'dir. Burada cavablandırmaq üçün yeni answer düyməsini vurdum və artıq avtomatik keçdi 3-cü suala. 1 və 2 gördüyünüz kimi boz oldu. İndi mən sonra fikrimi dəyişdim. Deyək ki, mən deyirəm ki, yox, burada mən 1-də deyəsən yanlış götürmüşəm. 1-in üzərinə qayıdıram, nə qədər ki, axıra qədər getməmişəm. Və burada clear düyməsini ki görürük. Clear düyməsinin üzərində vurduq. Gördünüz, artıq orada biz sildik sualı və bozluqdan çıxdı. Baxın, ikincidə 2-yə gələndə
Uşaq keçməyəcək ora. Deyir, buradan bir variant seç, sonra mən keçim ora. Demək, biz desək, sualı, hansını ki şübhəmiz var, onu yəni buradan clear ilə silə bilərik. Sonra cavablandırdıq, gəldik 3-ə. Demək, bağlayıb çıxmaq istəyiriksə, tutalım ki, işim var və bura qədər gəlmişəm, nə bilim, 10 sual, 15 suala baxmışam. O zaman neyinirəm? Suspend düyməsinin üzərində pauza işarəsini görürsünüz burada. Üzərində bir dəfə tıklayıram və burada mənə deyir ki, ZA, demək, 72 dənə sizin deyir, sualınız qalıb hələ cavablandırılmaq. Çünki biz ikisini cavablandırdıq, üçüncüdə dayandıq. Və olduğu kimi belə saxla deyirəm və belə saxlayır artıq. O zaman saxlandıqdan sonra adımı görürəm və buradan oxu açıram. Oxu açdıqdan sonra layout düyməsini vurub buradan çıxış verirəm. Əgər kompüter, notebook, planşet özünüzündürsə, evindirsə, başqa uşağın, böyüyün əlinə keçməyəcəksə, o zaman rahat şəkildə siz o kompüterdə öz sisteminizi açıq saxlaya bilərsiniz ki, girdikdə, daxil olduqda da sizin üçün rahat olsun. Yox, məktəbdən daxil olub prosesi idarə edəcəksinizsə, mütləq şəkildə çıxış verib çıxırsınız. Dediyim ki, suspendi vurursunuz 2 dəfə, bir dəfənin üzərinə vurursunuz ekrana, ikinci dəfə suspendi təsdiqləmək üçün kiçik pəncərə gələcək uzun sov, onu da təsdiqləyirsiniz. Sonra mütləq şəkildə adınızdan çıxış verirsiniz. Da gəlib buradan internetin bu ikisini bağlamayın. Bunu bağlayacaqsınız, açan kimi yenə həmin o ekrana gələcək. Uşaqlar da interneti açan kimi o ekrana gələr, girər sizin voucherləri yandırar, yəni korlayar. Ona görə bu məsələlərə xahiş edirəm, diqqətli olaq. Necə daxil olmaq, necə çıxmaq, suallar necə cavablandırmaq haqqında sizə məlumatı göstərdim. Hər birisini təbii ki, doğru cavabı səsləndirməyəcəm. Bütün sualların cavabları bizim qrupa atdığımız vəsaitin içərisindədir. Xahiş edirəm, aram-aram, tələsmədən, çünki müddət məsələsi yoxdur sınaqlarınızda. Həmin hissəni suala baxırsınız, həmin hissəni tapırsınız kitabdan. Kitabda həm şəkli var, həm sualın açıqlamaları var, addımları göstərir. Da gedim ChatGPT-dən axtarma, mənə elə anında düz cavabı desin, bu özümüzü aldatmaq olacaq. Çünki orada bizim belə bir imkanımız olmayacaq ki, biz ChatGPT-dən soruşaq. Həmçinin ChatGPT belə bəzən bizim seçimlərimizi yanıldır. Yəni, tam da doğru cavab verməyə bilər. Kitab isə sizin ən gözəl, ən yaxın dostunuzdur və bütün doğru cavablar kitabın içərisindədir.